Ocağı Ədəbi Bədii Məclisi və Sehran Süleymanova adı. Bu ad artıq bir çox yaradıcı insanlara tanışdır. 3 il bundan öncə Nur Ocağı Ədəbi Məclisi ədəbiyyatsever bir xanımın istəyi və təşəbbüsü ilə fəaliyyətə başladı və ətrafına dəyərli söz adamlarını topladı. Ədəbi mühitdə tanındı. Bugün məclisimizin dəyərli mənəvi anası, yaradıcısı Sehran müəllimənin doğum günüdür. Onunla ilk tanışlığım da məhz onun doğum gününə təsadüf edir. Yaxşı ki, bugün biz sizinlə qarşılaşdıq və yollarımız qarşılaşdı, fikirlərimiz qarşılaşdı Sehran müəllimə. Siz hər zaman yaradıcı insanların dostuna çevrildiniz. Yeri gələndə tənqid etdiniz, yeri gələndə təbliğ etdiniz, yeri gələndə insanları qınadınız və bütün bunların hamısının arxasında bir məclisi irəliyə aparmaq əzmi, dəyanəti dayanırdı. Bütün çılğın, tələsik işlərinizin arxasında hər zaman xeyirxah ürəyinizi görməyə bacardım. O ürək ki, insanlara sevgi, duyğu və dəyər hissi ilə döyünürdü. Dünyaya gəlişiniz mübarək, gözəl insan. Sizə can sağlığı arzu edirəm, Sehran müəllimə. Arzu edirəm ki, Nur Ocağı Ədəbi Məclisinin nurlu əməlləri davamlı olsun. Nur Ocağı Ədəbi Məclisi nurlu əməllərin layiqli təmsilçisinə çevrilsin və hər zaman zirvələrdə parlasın. Sizi səmimi qəlbdən təbrik eləyirəm. Nur Ocağının nurlu insanı, dünyaya gəlişiniz mübarək. Nur ocağına anasan, gül ətirli bir sonasan, daima xoşbəxt olasan, kədərə olmasın lüzum, qoy hər zaman gülsün üzün, çiçək açsın şirin arzun, gözəl gəlsin ömrə yazın, çalsın kaman, coşsun sazın, mətin olsun səndə dözüm, qoy hər zaman gülsün üzün. Sihirli bir çubuğu var, özü bahar, sözü bahar, könlündə var xoş arzular, geridə qoy 50 yüzün, Sehran ana gülsün üzün, geridə qoy 50 yüzün, Sehran ana gülsün üzün. Böyük ehtiram və sevgilərlə Ramilə Əliyeva. Məclisimizin rəhbəri, bizim mənəvi anamız, çox hörmətli Sehran xanım, sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir. Uca Allahdan sizə xeyirli, bərəkətli, sağlıqlı, uzun ömür arzulayıram. Allah sizi və sevdikləriniz qorusun. Yaşınız mübarək. Hörmətlə Qulu Xaləddinoğlu. Əziz Sehran müəllimə, bizim Nur Ocağı Ədəbi Məclisinin qurucusu, sizi ad gününüz münasibəti ilə təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Bütün arzularınız həyata keçsin, çin olsun deyirəm. 100 yaşayın, sağlam yaşayın. Ad gününüz mübarək. Hörmət və ehtiramla Həvva Nazim. Değerli mənəvi anamız, gözəl insan Sehran xanım, sizi doğum gününüz münasibəti ilə təbrik edirəm. Allahdan sizə ən gözəl nimət olan can sağlığı, ailə saadəti, bol ruzu nimət və bol yarası arzularım. Arzumdur ki, yer yaşınız sizə xoş günlər getirsin, sevinç getirsin və ailəmizin, məclisimizin tərəqqiyə yüksəlməsində əlinizdən gələn işləri görəsiniz. 100 yaşayın, Allah kömək olsun, uğurlar, hörmətlə, cümşüdər
versinler. Bugün yaxın dostum olan bir xanım kimi, bir zəhmətkeş ana kimi sevdiyim, varlığına dəyər verdiyim Seyran xanımın ad günüdür. Seyran xanım, yeni yaşınız mübarək olsun. İnsana ömrü Allah verir. Mən sizə Allahın verdiyi ömrü xoş yaşamanızı arzu edirəm. Nə yaxşı varsınız, nə yaxşı doğulmusunuz, nə yaxşı mən sizi tanımışam. Sizə can sağlığı, könül toxuluğu, sevgi əhatəsində qocalmanızı, özümə nə arzuluyuram, onu sizə də arzuluyuram. Aziz Seyran xanım, Nurcanın güzlü annesi, mən səni ürəkdən təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Arzu edirəm ki, bütün isteklerine nail olasın. Bak, azın vaxtı sana bu mesajı göndərirəm, bu təbriki göndərirəm. Çəkilən azınlar ve azınların sahibi bütün arzularını hayata keçirsin. Sana can sağlığı, ilk növbədə can sağlığı arzu edirəm. Var olasın, öpürəm sənə. Qazi anasıdır, vətənpərvərdir. Bacım Seyran xanım dürüdü, gövhərdir. Təbrik eylirəm doğum gününü, gözəl əməlləri dildə əzbərdir. Ad günün, şad günün mübarək, ürək param, göz nurum, 100 yaşa, nə yaxşı ki varsan, Səringül Sadə. Əzizimiz Nur Ocağının rəhbəri Seyran xanım, mən və Nailə sizi doğum günü münasibətilə ürəkdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, bol-bol yaradıcılıq uğurları arzulayırıq. Ürəyinizdə olan bütün arzularınıza çatasınız. Həmişə üzünüz gülsün, qəlbiniz sevinsin. Həmişə uğurlarınızla bizləri sevindirəsiniz. Neçə gözəl ad günləri sevdiklərinizlə, əzizlərinizlə bərabər keçirəsiniz. Allahın nəzəri hər zaman üzərinizdə olsun. Amin. Güzel dostum, güzel insan, Nur Ocağının rəhbəri, mənəvi anamız Seyran xanım. Ad gününüz mübarək olsun. Təbrik edirəm. Can sağlığı, uzun ömür arzulayıram. Sevinç və saadət daim üzünüzə gülsün. Ürəyiniz istədiyi kimi gözəl ömür nəsibiniz olsun. Bütün gözəlliklər sizin olsun. Ürəyinizdən nə arzu var, həyata keçsin inşallah. Ən ömdəsi də can sağlığı arzulayıram. Var olasınız. Allah qorusun sizi. Ad gününüz mübarək olsun. Gözəl insan, gözəl dost. 100 yaşa, sağlam yaşa. Var olasınız.